Əziz izləyicilərim, istədim ki, gənclik illərindən qalan bir xatirəni sizlərlə bölüşüm. Tələbəlik illərində yazdığım bir şeiri deyəcəm. O şeirdir ki, tələbə vaxtlarında bir gizli sevgi yaşayardıq. Təəssüf ki, biz bir neçə il bir-biri görmədik. Sonra həmin məktəbin qarşısında qarşılaşdıq. Və orada yazdığım bir şeiri deyəcəm. Kaş ki görməyəydim bu yerdə səni. Bu qapı, bu döngə mənə tanışdı. Elə gözlərindən oxudum sənin, bütün ürəyini mənə danışdı. Bu görüş qəlbimi talan eylədi. Bu görüş gözümdə əbədi qaldı. Bu görüş keçmişə apardı məni. Bütün gəncliyimi yadıma saldı. Elə bil üstünə bulut çökübdür. Elə bil üstünə bulut çökübdür. Odlayır qəlbimi gözünün yaşı. Sənin ah çəkməyin mənə dərd olub. Bəlkə də duysaydıq, qırardı daşı. İndi daha gecdir əzizim. Nədənsə, nə isə deyə bilmirəm. O niskil ürəyə, o həsrət gözə, hardasa bir ümid verə bilmirəm. Tanrının yazdığı yazı pozulmaz. Özünü yandırıb yaxma əzizim. Gəl belə sakitcə ayrılaq gedək. Qayıdıb geriyə baxma əzizim. Qismət diləyirəm Tanrıdan sənə. Qismət diləyirəm Tanrıdan sənə. Xoşbəxt olacaqsan hardasa bir gün. O həsrət baxışın ürəyimdədir. Məni bu dünyadan etsələr sürgün. Gəl belə sakitcə ayrılaq gedək. Gəl belə sakitcə ayrılaq gedək. Hər kəsin bir yolu, bir ünvanı var. Bir daha özünü yorma əzizim. Hərənin bir ümid çırağı olar. Hərənin bir ümid çırağı olar. Allah bütün sevənləri qovuştursun. Allah bütün sevənləri qovuştursun.